Bu videonu sona qədər izləsən, təbii ki, imtahan zamanı bir sualının cavabı hazırdır. Siz həmin sualın nümunəsini məhz ekranda görürsünüz. Bizə deyir ki, üslubu xüsusiyyətləri qeyd et və ona uyğun nümunə göstər. Təbii ki, bizdən əgər üslubu xüsusiyyətlə qeyd et deyirsə, mən ora bədii üslub yazmayacağam. Bədii üslubun xüsusiyyətlərini yazıram. 1. Məsələn, yazıram məcazilik. 2. İnversiya. 3. Metafor, yəni köçürmə və s. Yazdım, ona uyğun konkret nümunəni qeyd etməliyəm. Qeyd etməsəm əgər balımdan kəsəcəklər. Məsələn, yazmışam inversiya, ona uyğun nümunə. Onlar getdilər şəhər, yəni söz sırasının pozulması. Və yaxud yazmışam təşbih, yazıram ki, məsələn, belə deyək də, günəş alov kimi insanı yandırır. Təşbih yazmışam, bənzətməni mütləq cümlə şəklində qeyd etdim. Və yaxud da metafor, köçürtmə. Deyirəm ki, ağaclar yaşıl donunu geyindi. Təbii ki, don geyinmək insana məxsus bir xüsusiyyət. Mən onu ağac üzərinə köçürdüm. Yəni, sən üslubu xüsusiyyətləri qeyd edirsən və ona uyğun konkret nümunədə çəkməlisən. Bu halda sən tam banlı alacaqsan. Hər birinizə uğurlar arzu edirəm.